Biz sən niyə pisik? Sən piyada səkiçisindən istifadə eləmirsən, piyada zolağından istifadə eləmirsən. Biz ona görə pisik. Şəhərimizin sakinləri, zəhmət olmasa piyada keçidlərindən istifadə edin. Öz həyatınızı və sürücülərin həyatını təhlükəyə atmayın. Piyada hardan keçiyor? Görmürsən? Bu da fırlanmır, kim ağrıyır 5 kilometre. Deməli fırlanmağı özünə əziyyət bilirsən, amma həyatını təhlükəyə atmağa razısın. Yo, Allah eləməsin. Biz sən ölümünü istəmir yaxı. Elçin müəllim, piyadalar üçün təyin olunmuş zolaqdan keçmədiniz, 20 manat miqdarında cərimə olunursunuz. Uzun müddətdir ki, Sumqayıt şəhərində profilaktik tədbirlər aparılır. Piyada keçidləri ilə bağlı, bizim Sumqayıtın sakinləri ilə bağlı maarifləndirmə işləri gedir. Allah razı olsun. Bir ay bundan da əvvəl sosial şəbəkələrdə, televiziya vasitəsilə xəbərdarlıq olunubdur. Sumqayıt şəhərində yol hərəkəti qaydalarına əməl olunması istiqamətində keçirilən maarifləndirici kampaniya artıq inzibati tədbirlərdə müşahidə olunur. Piyada keçidi 10 metr məsafədədir. Zəhmət olmasa piyada keçidindən istifadə edin. 20 manat məbləğində sizə inzibati protokol tərtib olunacaq. Ay könüllülər, eşidin, necə keçdiniz? Həyatını təhlükəyə atdın, atmadın. Niyə atırsan? Piyada səkiçisindən niyə istifadə eləmişsən? Şəhər İcra Hakimiyyəti və Polis İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən aksiya çərçivəsində piyada keçidlərindən istifadə etməyən bir sıra sakinlərə cərimələr tətbiq edilib. Sizə inzibati protokol tərtib olunacaq 20 manat. Şəhərimizdə insanları maarifləndiririk biz bir neçə həftədir. Yəni yaxınlaşırıq könüllərimizlə, biz də Sumqayıt şəhər Dövlət Yol Polisi İdarəsində əməkdaşları da bu həm öz təhlükəsizliyiniz üçün də həm də nəqliyyatın axınına mane olmamaq şərti. Yəni sürücülərin də siz həyatını dolayısıyla təhlükə altına atırsınız. Siz yol hərəkət qaydalarını düzgün keçməmisiniz. Belə keçməklə özünüzü təhlükəyə atırsınız. Sizi maarifləndirmək üçün sizə deyirik ki, piyada keçidlərindən istifadə edəsiniz. Piyada zolaqlarından istifadə etmək lazımdır. 15 metr qarşıdadır. Ən birinci növbədə sizin təhlükəsizliyiniz üçün, səhhətiniz üçün və ikinci növbədə baş yolda hərəkət edən nəqliyyat vasitəsi üçün təhlükə törətməməyinizə görə. Kampaniyanın əsas məqsədi piyadalar arasında yol təhlükəsizliyi vərdişlərinin formalaşdırılmasıdır. Yaşayış məntəqəsidir, sürət həddini tənzimləyə bilmərsiniz. Çünki o görür ki, burada piyada zolağı yoxdur. Bir neçə saniyə qazanmaqdan ötürü həyatınızı risk atmağa dəyməz. Piyadalar üçün təyin olunmuş zolaqdan keçmirsiniz. Həm özünüzü, həm sürücüləri təhlükə altına alırsınız. Piyada yaxınlığına keçdiniz. Yaxınlığından keçdin, piyada zolağı var da, zolaqdan keçmək lazımdır. Aydın bildim. Gənc könüllülərin iştirakı ilə şəhərin müxtəlif ərazilərində maarifləndirici söhbətlər aparılır, vətəndaşlara qaydalar izah olunur. Lakin artıq ilkin mərhələ başa çatdığından qaydalara əməl etməyənlərə qarşı hüquqi tədbirlərə başlanılıb. Yaxşı olar ki, piyada yolda keçəsiniz. Yollarımızın təhlükəsizliyi üçün bu dəfə xəbərdarlıq edirik. İcra Hakimiyyətinin əməkdaşları və polis əməkdaşları ilə birgə sizləri maarifləndirmək üçün buradayıq. Hansı ki, siz öz sağlamlığınızı, digər vətəndaşların da sağlamlığı üçün piyada keçidindən istifadə edin. Sizdən xahişimiz odur ki, bacardığınız qədər piyada keçidlərindən istifadə edəsiniz və öz təhlükəsizliyinizi də qoruyasınız. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov, bu gün informasiya proqramı üçün.